mən bu yerdə sevə-sevə dəvət etmək istəyirəm. Səttar Qəmbərovu. Buyursun. Çırpıl qayalara, o çilik-çilik, səni damla-damla tutun saxlayın. Qışın sazağında, şaxtada qarda, donmuş gözlərində bahara qalın. Sən mənə ötəndən, keçəndən danış, qoynuna baş vuran heç nədən danış. Nağıllı dastanlı dünyandan danış, yazdığım mahnıya bir misra salın. Coş dəniz, daş dəniz, başından aç dəniz, özün boyda sel boğçasın aç dəniz. Sularında məskən salmış söz söhbətin azalsın, at sahilə yükün orada dənələrə qarışsın. Yorulsun dalğalar sahildə yatsın, ulduzlar sevgini qoynunda tapsın. Dönsün mirvariyə, dönsün inciyə, həmail eyləyib boynuna taxın. Sən mənə ötəndən, keçəndən danış, qoynuna baş vuran heç nədən danış. Nağıllı dastanlı dünyandan danış, yazdığım mahnıya bir misra salın. Coş dəniz, daş dəniz, başımdan aç dəniz, özün boyda sel boğçasın aç dəniz. Sularında məskən salmış söz söhbətin azalsın, at sahilə yükün orada dənələrə qarışsın. Nədən danış, nağıllı dastanlı dünyandan danış, yazdığım mahnıya bir misra salın. Coş dəniz, daş dəniz, başımdan aç dəniz, özün boyda sel boğçasın aç dəniz. Sularında məskən salmış söz söhbətin azalsın, at sahilə yükün orada dənələrə qarışsın. At sahilə yükün orada dənələrə qarışsın. Çox gözəl ifa elədin, çox maraqlıydı ifan. Çox təşəkkür edirəm sənə. Aygün Səmədzadəyə nə deyə bilərsən, buyur. Aygün xanım, sizi təbrik edirəm. Var olasınız həmişə. Mənim üçün fəxirdir bugün burada olmaq. Var olasınız, çox sağ olun. Siz sağ olun, yenə gələcəksiniz. Gözəl mahnınız var, təqdim eləyəcəksiniz. Hər dəfə zəng vurur, çox sağ ol deyir. Mesaj yazır, çox sağ ol deyir. Yəni nə qədər təşəkkür eləsək azdır Aygün xanım. Siz o qədər gözəl, həqiqətən ölməz əsərlər yazmısınız ki. Onu da tut ağacı ilə kəşf eləmişəm. O da tut ağacını oxuyub mənə göndəriblər. Sonra da buradan yenə Zakirə xanım Allahverdiyevaya da salam göndərir. Çünki mahnının sözlərinin də müəllifi oldu indi ifa olunan. Zakirə xanım Allahverdiyevaya təşəkkür edirəm. Var olsun gözəl sözlərə görə və bəstəyə görə Aygün xanım Səmədzadəyə təşəkkür edirəm.